Bismillah, elhamdülillah, və salatu və selamu ala Rasulillah, əmmə bə'd. Yoxluq fərziyyəsi, iman və imansızlıq arasında diyaloq. Bu dərsi gördünüz. Elhamdülillah, Allah faydalar etsin. Və bu dərs bilirsiniz ki, debatdır. Deməli, müsəlman bir doktor, elmlər namizədi ilə Londondakı dindən çıxmış mülhid bir ərəb arasında bir diyaloqdur. Və bu doktor görünür Əzhar doktorlarındandır. Çünki orada debat məntiqi debatdır, fəlsəfə üzərinə qurulmuşdur. Deistlərin Qur'ana iman etməsini bildiyi halda Qur'an sitatlarından istifadə eləmir. Amma orada Ali ibn Əbi Talibdən sitat gətirir doktor bu hekayədə. Və Allah razı olsun, kommentlərdə qardaşlarınızdan biri bu məsələyə tənbih elədi. Ona təşəkkürümü bildirirəm buradan. Allah ondan razı olsun. Mən məsələni təzədən araşdırandan sonra bu rivayətin Ali ibn Əbi Talib tərəfindən məşhurlaşmasına rağmen nə qədər də ona nisbət olunsa da rivayətin əsli yoxdur və sihhəti sabit deyil. Bu birinci xata. İkinci xata odur ki, orada Ali ibn Əbi Talibə nisbət olan ifadə Qur'an mənhəcinə ziddir. Bu da göstərir ki, rivayət səhih ola bilməz. O da nə deyir? Rivayətdə deyir ki, o zaman mən deyərəm, ey Allahım, mən sənə nə cəhənnəmdən olan qorxuna, nə də ki, cənnətə olan rəğbətinə görə ibadət etmədim. Mən sənə ibadət etdim, çünki ona görə ki, sən ibadətə layiqsən. Şək yoxdur ki, Allah Teala bütün hallarda ibadətə layiqdir. Amma bu ifadə etiqad olaraq Qur'an mənhəcinə və Ənbiya və Mursəlin peyğəmbərlər mənhəcinə müxalifdir. Və Ali ibn Əbi Talibədən nisbət olması mümkün deyil. Zaten isnadı da yoxdur və sihhəti də təsbit olmamışdır. Qur'an mənhəci nə deməkdir? Yəni peyğəmbərlərimiz nəyin üzərində idi? Bütün peyğəmbərlər. Baxın, məsəl üçün Əl-Ənbiya surəsi 90-cı ayət-i kərimə və ondan öncəki ayətdə Allah Teala Yahya aleyhisselam və digər peyğəmbərlərin hekayəsini zikr edəndən sonra buyurur onlar haqqında. İnnəhum kanu yusari'un fil xayrati və yed'unana ragaban və rahaba. Onlar xeyir işlərdə yarışardılar. Yəni Yahya aleyhisselamın hekayəsi gəlir və bundan öncə peyğəmbərlərin. Onlar xeyir işlərdə yarışardılar və bizə ibadəti, yəni duanı qorxu və ümid arasında edərdilər. Qorxu, yəni əzabından. O da cəhənnəm əzabıdır. Ümid, yəni cənnətinə tama, ümid və rəğbət olaraq. Və kənu lənə xəşi'in və onlar bizə müti qullar idi. Bu Əl-Ənbiya surəsi, bu Qur'anın mənhəci. Bu peyğəmbərlərin və mürsəl olan bütün ənbiyanın və həmçinin bizim peyğəmbərimiz sallallahu əleyhi və səlləm də bu mənhəc üzərində öz ashabını tərbiyə etmişdi. Həmçinin digər ayət-i kərimə Ulaikellezine yed'un yebtaguna ila rabbihimul vesilete eyyuhum aqrabu ve yercuna rahmete. Eş-şahid ve yercuna rahmetehu ve yakhafun azabeh. Hətta göstərdi ki, Quran-ı Kərimin mənhəcində əs-səqaleyn, cinlər və insanların da mənhəci, nəinki ənbiya, cinlər və insanların da mənhəci duada, ibadətdə Allahın əzabından qorxmaq və cənnətinə ümid arasında rəğbət və rəhbə, xavf və min əzab və rəhmə. Rəhmət də ki, rəhmətin ümid etmək nə deməkdir? Hədis-i şərifdə gəlir ki, Allah Subhanahu taala buyurur ki, və cənnət mənim rəhmətimdir. Deməli, rəhmətini umarlar, yəni cənnətini, və yaxafuna əzabeh və əzabından qorxarlar. Bu da digər ayət-i kərimə, Əl-İsra 57-ci ayət-i kərimə. Həmçinin belə ayətlər çoxdur. Yed'una rabbahum xawfan və tama'a. Dua etdiyi zaman onlar Allahdan, yəni dua əsnasında qorxu və tama'a, cənnətə ümid, rəğbəti və qorxu arasında dua edərlər. Bu Qur'anın mənhəci. Və belə ayətlər Qur'an-ı Kərimdə çoxdur. Və sari'u ilə məğfirətin min rabbikum və cənnə. Yarışın Allahın məğfirəti və cənnəti üçün. Ayırmadı bunu bir-birindən. Digər ayət-i kərimədə və sabiqu ilə məğfirətin min rabbikum və cənnə. Eyni ayət. Yarışın, yəni Allah-u Teala'nın rizası və cənnəti. Demədi ki, yalnız rizası. Xeyr, bunlar birlikdə olmalıdır. Ona görə Qur'an mənhəcinə görə, bütün peyğəmbərlərin mənhəci və Allah Nəbisi sallallahu aleyhi ve sellemin tərbiyə etdiyi ashabının da mənhəci Allah Teala həm sevgi, həm qorxu, həm ümid arasında. Üçü ilə bərabər ibadət olunur.
Allah Teala ibadet olunur. Hem sevilerek, çünkü biz Allah'ı sevirik. Hem korkuruq ondan ve azabından, iqabından, cezasından. Hem de ki tama'a. Ümid edirik onun rəhmətinə, cənnətinə, mükafatına. Ona görə Şeyx İslam İbn Teymiyye'nin çox gözəl ifadəsi var. Kim Allahu Teala'ya yalnız qorxu ilə yaxınlaşar, ibadət edərsə, fəhu haruri. Onlar xavariclərdir. Yəni bu xavariclə mənhəcidir. Yalnız qorxu. Raca, yalnız ümidlə murci. Fəhu murci. O murci olar. Yalnız sevgi ilə ibadət edərsə, başqa heç nə istəməzsə, yalnız sevgiyesinə görə fəhəzi Aqidetü zanadiqa. Bu da zanadiqa aqide mənhəcidir. Barakallahu fikum. Deməli, Allah kitabında, Subhanahu Teala'nın kitab və sünnənin işığında və həmçinin Əhl-i Sünnə vəl Cemaatdakı həqiqi İslam ki odur. Nəyin üzərində sələfin salih, sahabə və təbiin və etbə təbiin. Nədir? Allah-u Teala ibadət olunur. Həm sevgi, həm qorxu, həm ümid ilə. Üçü birlikdə. Amma yalnız ona görə ki biz Allah'ı sevirik. Hədi aqidetü zanadiqa. Bu zanadiqların aqidəsidir. Ona görə sən görərsin ki, əsasən sufi cemaatlarında bu söz məşhurdur. Yəni cənnətdən köşk axtarma. Bəzi köşk bir neçə huri istəyir. Bəziləri, halbuki biz səni yalnız sevdiyimizə görə ibadət edirik. Bu əqidə Peyğəmbərimizin gətirdiyi din və Qur'anın öyrətdiyi əqidə deyil. Qur'anda açıq ayətləri gördünüz. Həmçinin ayətlər çoxdur, hədislər çoxdur. Və bu xataya tənbih etmək istəyərdim. Demək, həmin dərsdə bu xataya varmışam. Çox qərbədir ki, subhanallah, bunu bildiyim halda və biz bunu dərsə keçmişik Mədinədə, əqidə dərslərində, usul dərslərində və bilirdim ki, bu xatadır. Sadəcə olaraq o hekayəni nəql elədim. Çox gözəl bir hekayə qabağıma çıxmışdı. Allah xüsusi o hekayə deistlərin əqlini oynatan və onların üslubunda, Qur'andan və sitat gətirmədən, məhz məntiqlə danışan bir dərs olduğuna görə istedim o faydanı verim. Çünki bilirsiniz ki, deistlərlə debata girəndə Quran sitatı gətirmək olmaz. Çünki onlar ona iman etməyiblər. Əks halda ona dil uzada bilərlər, inkar edə bilərlər asanlıqla və ihanət edə bilərlər. Onlarla debata girəndə yalnız məntiqi, əqli debat olur, kəlam ilə olur. Onlar üslubunda. Və həmin doktorun üslubu əla idi, nəticəsi də möhtəşəm idi. Axırda qalib gəlir və məhzum eləyir öz rəqibini və İslamına daxil olmanı səbəb olar. Amma həmin rivayət, Ali ibn Əbi Talibə olan nisbət rivayət səhih deyil, bu birinci xata. Həmçinin o ifadə Kitabullah, Allahın kitabına müxalifdir, yəni Quran və sünnəyə və nə üzərində Allah Nəbisi sallallahu aleyhi ve sellem sahabəsini tərbiyə etmişdi. Aqidətü salihin, sələfinə, Əhl-i Sünnə vəl Cəmaə, nə üzərində sahabə təbiin və etbə təbiin. Bunu demək istəyərdim və bu ən xeyli kommentdir, ən gözəl nəsihətdir. Rahimallah imra'an əhdəli əxtai. Allah rəhm etsin o kişiyə ki, mənim xatamı mənə hədiyyə etdi. Allah razı olsun, həqiqətən Allah razı olsun. Barakallahu fikum və sizə təşəkkür edirəm cümləmizə. Hədi və salli Allahumma sallim ala nəbiyina Muhammed və ala alihi və sahbihi ecmaîn.